beləliklə də qadınların, kişilər heç qıcıq olmur belə qadınlara, amma qadınların qıcıq olduğu bir qadın tipi var. Hansı qadın ki, çox baxımlıdır, biraz da açıq giyinir və həyatına gələn kişilər onun üçün hər şey eləyir. Biraz daha cilvəlidir, biraz daha axıcıdır, biraz daha başqa belə deyərlər də, davamlı cazibəni yayır. Özü çox belə işləmir, kefi düşəndən düşənə, amma sırf cazibəsi sayəsində davamlı kişilər ona hər şey eləyir. Və qıcıq olan qadınlar, bu tipli qadınlara nə deyir? Deyirlər ki, okey, bu qadın heç nə eləmir. Elə şeydir də, özü heç nəyə layiq deyil, özü adam olmayıb, kişisi bunu adam eləyib. Bu tipli qadınlara qıcıq olduğumuz zaman anlamadığımız bir şey var ki, bu qadınlar hər hansı bir kişi ona nəsə eləyirsə, bu qadının qara qaşına, gözünə ya da blondinka saçlarına görə eləmir. Çünki belə qadınlar həddən artıq çoxdur. Hardansa klikləyib ondan belə tapa bilər, onun üçün nəsə eləyə bilər. Amma niyə spesifik olaraq məhz bu qadın? Ondan gözəl olanlar da var. O kontaktda o qədər gözəl alma-vermə balansını qura bilir və o vericilik göstərə bilir və almağı da bacarır. Nə verə biləcəyini də bilir ki, qarşı tərəf ona onun qarşılığını verir. Qarşılıqlı anlaşmanı kontaktda sağlaya bilməyən, resurssuz ya da daha az resurslu insanlar qurduqları kontaktdan belə heç nə ala bilmirlər.